Universitetinin rəhbərliyi, əziz professor müəllim heyəti və tələbələr. Sizi Filologiya Fakültəsinin təşəbbüsü ilə fəaliyyətə başlayan tarixi bir layihənin alimlərimizi tanıyaq və tanıdaq adlı möhtəşəm bir təşəbbüsün təqdimatında səmimiyyətlə salamlayıram. Bugün Filologiya Fakültəsinin çoxsahəli fəaliyyətində xüsusi əhəmiyyətə malik bir ilkə imza atılır. Bu layihə Pedaqoji Universitetin 105 illik şərəfli tarixi boyunca elmə, təhsilə və cəmiyyətə əvəzsiz xidmətlər göstərmiş bütün zəka sahiblərinə bir hörmət duruşu və minnətdarlıq bəyanatıdır. Bu təşəbbüsün missiyası dərin və əhatəlidir. O təkcə filoloq alimləri deyil, həmçinin bu qocaman təhsil ocağının bir əsrdən çox fəaliyyət göstərmiş və bugün də fəaliyyətdə olan bütün sahələrin pedaqogika, riyaziyyat, fizika, tarix və digər ixtisasların görkəmli elm fədailərini araşdırmaq, işıqlandırmaq və tanıtmaq niyyətindədir. Əsas hədəfimiz onların zəngin irsini, yaratdığı elmi məktəbləri gələcək nəslə, bugünkü və sabahki tələbələrə layiqincə ötürməkdir. Çünki böyük alimlərin tanınması gələcək elmi kadrların yetişməsi üçün ən sağlam təməldir. Bu tarixi gündə alimlərimizi tanıyaq və tanıdaq layihəsinin fəaliyyətə başlaması münasibətilə təşəbbüskarları, başda filologiya elmləri doktoru Professor Mahirə xanım Hüseynova olmaqla təbrik edir və layihənin uğurlu olacağına əminliyimi bildirirəm. Alim tanımaq millətin kökünü, ruhunu, düşüncəsini tanımaqdır. Əminəm ki, bu layihə gənclərimiz üçün həm maarifləndirici, həm də ruhlandırıcı olacaq. Elmə və təhsilə olan sevgini bir daha alovlandıracaqdır. Gəlin, elmimizin işığını yayan bu dəyərli şəxsiyyətləri birlikdə tanıyaq və tanıdaq. Hörmətli qonaqlar, dəyərli müəllimlər, əziz tələbələr, bugün Filologiya Fakültəsi Universitet tarixində daha bir ilkə imza atır. Böyük fəxarətlə, qürurla gələn il 105 illik yubileyini qeyd edəcək universitetimizlə eyni yaşda olan, zəngin ənənələri və parlaq alimləri ilə fəxr etdiyimiz bir elm məbədinin keçdiyi möhtəşəm həyat yolunu, onun elm, maarif və milli dəyərimizə verdiyi töhfələri əks etdirən Filologiya Fakültəsinin tanıtım filmi ilə görüşünüzə gəlmişik. Və alimləri tanıyaq və tanıdaq layihəsini belə bir təqdimatla başlamağımız məhz elmə, alimlərə verilən hörmət və ehtiramın bariz nümunəsidir. İndi sizə təqdim ediləcək video sadəcə bir film deyil, keçmişin izlərini, bugünün uğurlarını və gələcəyin ümidini birləşdirən maarif işığıdır. Bu film 100 illik zəhmətin, minlərlə məzunun, onlarla alimin səssiz hekayəsidir və fakültənin ruhunu, enerjisini və elmə sədaqətini özündə daşıyır. Gəlin birlikdə bu unudulmaz səyahətə çıxaq. Filologiya Fakültəsinin zamanla yazılmış hekayəsini dinləyək, izləyək. Əminik ki, bu film bir daha hər birimizə filoloq olmağın məsuliyyətini, elmə xidmət etməyin mənəvi böyüklüyünü xatırladacaq. Buyurun, filmə tamaşa edək. Bu film hər kəsin qəlbində özünə məxsus yer tutan nostalji xatirələri oyatmağı bacardı. Dəyərli fikirlərini bölüşmək üçün sözün, elmin və inkişafın simvoluna çevrilmiş, universitetimizin elmi və strateji istiqamətinin memarı, təhsilin keyfiyyətinə və yenilənməsinə böyük önəm verən rəhbərimiz
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, tarix elmlər doktoru, professor, hörmətli Cəfər Cəfərova sözü verir. Xoş görmüşük hamınızı, hörmətli həmkarlar, əziz tələbələr. Bugün universitetimizin həyatında daha bir yeniliklə üzləşirik. Filmə baxdıq, xatirələrimiz təzələndi və əslində bu, hər bir cəmiyyətin etməli olduğu bir işdir. Özündən qabaq mənsub olduğu xalqın, kollektivin, millətin inkişafına töhfə vermiş insanları xatırlamaq, yadda saxlamaq. Bundan ötürü çoxlu sayda universitetimizdə də işlər görünür. Bilirsiniz, 100 illik çərçivəsində xeyli sayda kitablar hazırlandı və o kitabların, mən düşünürəm ki, elə əslində o 100 illik yubileyin keçirilməsinin ən önəmli işlərindən biri o kitablar oldu. Universitetimizin tarixi yenidən baxıldı və 2 cildlik böyük bir kitabımız çıxdı. Sonra universitetin professorları, rektorları, 100 məşhur məzun, universitetimizin qəhrəmanları və s. kitablarımız çıxdı və onlar əslində elə həmin bu qədirşünaslığın bir nümunəsidir. İndi elə bu zala gələrkən həmkarlarla bir yerdə biz universitetimizə bugünə qədər xidmət göstərmiş rektorlarımızın xatirəsinin hansısa formada əbədiləşdirilməsi ilə bağlı, harada onların şəkili vurula bilər deyə onlarla bağlı düşünürdük. Bu işlər aparılmaqdadır. Filologiya fakültəsində gözəl bir köşə yaradılıb. İndi elə burada adları gedən böyük alimlərimizin demək olar ki, hamısının şəkilləri də ora vurulub və universitetimizə qonaq gələn insanlar, xüsusilə də ki, Azərbaycan haqqında məlumatı olan insanlar o şəkillərə baxdıqca heyrətlərini gizlədə bilmirlər ki, yəni bu qədər böyük, nəhəng insanlar yalnız hələ bir fakültədə fəaliyyət göstəriblər. Bu, həqiqətən fəxr olunası bir işdir. Lakin işin bir başqa tərəfi də var. Biz o şair demişdi, sağlığında dəyər verək insanlara. Biz eyni zamanda indiki dövrdə həmin bu bayrağı şərəflə daşıyan insanları da yad eləməliyik. Bu, özü də həmin bizim missiyamızın bir tərkib hissəsidir. Missiyamız da ondan ibarətdir ki, gələcək nəsli yetişdirməkdə yetişdirməli olan o müəllim ordusunu hazırlayan insanların özü kimlərdir? Onları həmin bu gələcəyin müəllimlərinə tanıtmaq, onların nümunəsində, onların yetişməsinə kömək eləmək ki, onlar da gəlib artıq Azərbaycan məktəbində öz fəaliyyətlərini başlayıb davam edərkən artıq qalib xalqın nümayəndələri kimi fəaliyyət göstərsinlər. Yəni bu qalibiyyət bizi yeni bir mərtəbəyə çıxardıbdır. Bizim artıq əvvəlki dövrlərdə olan kimi yaşamaq, fəaliyyət göstərmək ixtiyarımız yoxdur. Yəni bu o demək deyil ki, əvvəlki dövr nəsə bir yanlış olub. Yox, sadəcə o templə, o bilik bacarıqla fəaliyyət göstərərək müasir dövrün tələblərinə uyğun
cəmiyyətin formalaşdırılması prosesini həyata keçirmək çox çətindir. Deməli, müasir biliklərə yiyələnmək, müasir texnologiyalara yaxşı bələd olmaq, yaxşı dil biliklərinə malik olmaq, bunlar peşəkarlıq üçün zəruri olan işlərdir. Ancaq bunların üzərində də möhkəm milli zəminin üzərində qalmaq. Bütün bu işlər gördüyümüz bütün işlərin nüvəsində duran məsələdir və bugünkü görüşümüz də, bugünkü günümüz də əslində bu yeni layihənin bundan sonra da kimlərlə davam edəcəyi barəsində də bir fikir formalaşdırır. Biz bugünkü böyük alimlərimizlə görüşüb, eyni zamanda bugün bizim sıralarımızda olmayan adamların da yubileylərini keçirərək, onların xatirəsini anaraq həmin bu böyük missiyamıza doğru irəliləməliyik. Bu işə biz Təyyar müəllimlə başlayırıq. Təyyar müəllim universitetimizin sayılan, seçilən, dəyərli ziyalılarındandır. Mən bir neçə dəfə onun dərslərində iştirak eləmişəm, onun rəhbərliyi ilə hazırlanan o fərqli müzakirələrdə iştirak eləmişəm və o müzakirələrdən də gəldiyim qənaət ondan ibarətdir ki, o gördüklərimdən də gəldiyim qənaət ondan ibarətdir ki, tələbələrimiz yaxşı müəllimdən çox şey öyrənə bilirlər. Sərbəst düşüncə, mükəmməl təhlil, bunlar hamısı dediyimiz o gələcək Azərbaycanın qurucuları üçün son dərəcə zəruri olan keyfiyyətlərdir. Və bu işləri də, bu keyfiyyətləri də tələbələrimizə, aşılayan müəllimlərimizə eşq olsun. Təyyar müəllim, sizi təbrik edirəm. Biz bura sizi, yəqin ki, mən senaryodan o qədər xəbərim yoxdur, yəqin ki, sizi dinləməyə gəlmişik. Mən fakültəmizi təbrik edirəm belə bir başlanğıcla. Düşünürəm ki, yəqin ki, biz həmin o yubiley ərəfəsində tövsiyə eləmişdik. Hər fakültə öz tarixi ilə bağlı kitablar hazırlamışdı. Ancaq indi bax belə tanıtım filmləri hazırlanır. Fakültələr də yəqin o işləri görsələr yaxşı olar. Bu kitablar əsasında bunun bu geniş versiyasıdır. Ola bilər ki, daha belə yığcam versiyalarda ola bilər. İstənilən halda, yəni yaxşı iş təbliğ olunmalıdır. Yaxşı iş bilinməlidir. Bu bizim bir dostumuz, rektor dostumuz var. Özünün rəhmətlik Habil Əliyevlə bağlı xatirəsini danışır. Deyir ki, Habil müəllim bir dəfə bir məclisdə deyir ki, bir yerdə ki, gördün, səni tərifləyən yoxdur, başla özünü tərifləməyə. İndi onun sözü olmasın, belə həqiqi mənada ortalığa çıxarılası işlər vardırsa, onlar mütləq şəkildə ortalığa çıxarılmalıdır, qoyulmalıdır. Bu, yalnız elə o təbliğat deyil, bunun eyni zamanda da bir tərbiyəvi əhəmiyyəti var. Yaxşı iş bildirilməlidir, göstərilməlidir. Təyyar müəllimin son illərdə çıxan kitablarını mən düzü oxuyub hələ başa çatdıra bilməmişəm. Maşallah, çox məhsuldar bir alimimizdir. Fakültənin bir neçə, yəni çoxdur, ancaq ki, sadəcə məndə o kitabları olan bir neçə müəllimləri var ki, onların kitabları mənim stolumun üstündədir, zaman-zaman oxuyuram, baxıram, tanış oluram. Təbrik eləmək istəyirəm. Allah ömür versin, bundan sonra daha yaxşı işlər görə biləsiniz və proqramı yəqin ki, sizlərin, indi bilmirəm, əgər burada
Senari də var, görürəm. Çox güman ki, bugün yenə də Təyyar müəllimi eşidəcəyik. Sağ olun. Çox sağ olun Cəfər müəllim. Mütaliəsiz tələbəni silahsız əskərə bənzədirəm. Gənclərimiz daha çox oxumalı, mütaliə etməli, elm və bilik qazanmalı, inkişaf etməlidirlər. Gənclərə çox inanıram. Qarabağımızı məhz bu gənclər azad etdilər. Qərbi Azərbaycana da məhz o gənclər gedəcəklər deyir o dəyərli alim. Adı Filologiya Fakültəsinin tarixi ilə, onun ruhu və mənəvi dayağı ilə birləşən, Profesor Həsən Mirzə dühasından güc alan, sözün, elmin və yaradıcılığının işığında yüzlərlə tələbənin yolundan nur saçan pedaqoq, görkəmli alim, şair, Profesor Mahirə Nağıqızı. O yalnız bir profesör deyil, həm də elm və sənət harmoniyasını özündə birləşdirən bir ziyalıdır. Bugün onun fikirləri, təcrübəsi və mənəvi baxışları bu layihənin ruhuna dərin məna qatacaq. Böyük hörmət və minnətdarlıqla sözü Profesor Mahirə Nağıqızına verirəm. Buyurun Mahirə xanım. Çok sağ olun. Teşekkür ederim. Çok değerli konuklarımız, çok değerli profesör müəllim heyəti, çok değerli tələbələrimiz, Təyyar müəllim, universitet rəhbərliyi, hər birinizi salamlayıram və Təyyar müəllim haqqında fikir deməyi özümə borc bilirəm. Amma öncə bir film nümayiş etdirildi. Həmin film yüzlərlə kitablar yazılsa da, bugün o kitablara bəzən az baxan olur. Həqiqi reallıq budur. Amma elektron formada hər nə qoyulursa, o daha çox izlənilir, daha çox tanıdılır. Yəni bizim universitetin bu cür elektron, yəni internet üzərindən bu cür tanıdılması yüzlərlə bəlkə də daha çox kitabların mahiyyətindən biraz da yuxarıdadır. Nəyə görə? Kitabları oxumadıqları halda filmə baxırlar. Və filmdə elə kiçik detallar da var idi ki, mən İsmail Şıxını xatırladım. Mənim müəllimim olurdu. Mən öz müəllimlərimi xatırladım. Onlar mənim müəllimlərim olurlar. Və mənə elə gəlir ki, bu tanıtıma ehtiyac var idi. Biz ideya verə bilərik, amma ideya ətrafında işli görmək lazımdır. Təşəkkür edirəm Könül xanım və sizin kollektivinizə. Bütün nə qədər o işdə əməyi var. Talihdir, Turan Kərimlidir və fakültənin rəhbər işçiləri. Təbii ki, mən bilirəm o şəkillərin tapılması asan məsələ deyil. Və bu yolda sizə uğurlar arzulayıram. Eyni zamanda mən Təyyar müəllimə də yavaşca pıçıldadım ki, onun İngilis dilində alt yazıları isə xüsusi diqqət çəkir. Nəyə görə? Yəni, özümüzü tanıyırıq. Yəni, digərləri də tanısa daha yaxşı olar və bu filmin İngilis dilində çox xahiş edərdim, bunun Rus dilində də olsun, yaxın coğrafiyada bizə və ya digər türk dövlətlərinin dilinə də tərcümə olub. Məsələn, biz qonaq gedirik, ya bizə qonaq gəlirlər, nümayiş etdirilsə daha önəmlidir. Yəni, 105 illik, mənim nəzərimdə 1000 illikdir, 105 illik universitetin tarixini mütləq əks etdirən bu cür tanıtımlar çox dəyərlidir, çox qiymətlidir. Bayaq dediyim kimi, yüzlərlə bəlkə də kitabdan daha dəyərlidir. Mən istəyirəm deyəm ki, Təyyar müəllim, siz o mühitdə yetişmişsiniz. Hər bir insanı getirən mühit var, mühit doğurur. Mühit doğurur insanları, mühit dünyaya gətirir. Və biz tələbə yoldaşı olmuşuq. Biz bilirik ki, biz İsmail müəllim kimi olmağa çalışırdıq. O cür tonla danışmağa çalışırdıq. O qədər savadlı olmağa çalışırdıq. Nə dərəcədə nail olduq bilmirəm.
Alməmməd müəllim kimi, Xeyrullah müəllim kimi, Afət Qurbanov kimi, Həsən Mirzəyev kimi, digərləri kimi. Yəni biz öz müəllimlərimizə oxşamaq istədik. Nümunə götürmək istədik. Birimiz dilçi olsaq da, digərimiz hörmətli Təyyar müəllim kimi ədəbiyyatşünas alim oldu. O, onların yolunu davam etdirdi və bu gün bu səviyyəyə qədər gəlib çatdı. Hər şey demək olar, bircə şey deyim ki, Təyyar müəllim elə bir adamdır ki, insandır, insan adamdır. Hər bir şeyi qiymət verən, dəyərləndirən, məhsuldar bir alimdir. Bugün biz onu tanıtmasaq, kim tanıyacaq? Gərək kitablarda oxuyaq, gərək elektron, videolarda görək. Bugün tanıtmalıyıq. Ona görə biz bu layihəni irəli sürdük və çox sağ olun Könül xanım. Bunu yenə də mən Filologiya Fakültəsinin bütün heyətinə sağ ol deyirəm. Ona görə ki, gerçəkləşdirən onlardır. Və Təyyar müəllimin çox aktiv, məhsuldar bir alim olduğunu, mən dedim böyük insandır, dedim onu. Amma gözəl alimdir, potensialı olan alimdir. Təyyar müəllimin dərslikləri başqa universitetlərdə dərslik kimi qəbul edilir. Bilirsiniz, bu nə deməkdir? Həmin universitetin o potensialı yoxdur, o dərslik yoxdur, amma bizim universitetlər nümunə götürər. Bu zalın özü çox şeyə şahiddir. Hətta dövlət quruculuğumuzda gedən o keşməkeşli yolların belə şahididir və gördüyünüz o möhtərəm alimlərin məhz burada çalışdığını, bu tribunalardan çıxış elədiyini bariz nümunəsidir. Təyyar müəllimin Nəsiminin yubileyi keçirilirdi. Təbii ki, Təyyar müəllim, yəni alimlərimizin hamısı dəyərlidir, hamısı çox yüksək potensial var və Təyyar müəllimdə öz yeri var da, tamam başqa bir yeri var və Təyyar müəllimə biz, orada bir söhbət oldu İsmail Hikmət haqqında, Təyyar müəllim xatırlayırsam və bir, özü Təyyar müəllim o söhbət elədi. Mənim Təyyar müəllim, sizin buna gücünüz çatar, amma nə vaxta qədər edə bilərsiniz İsmail Hikmətin xidmətlərini bir araya gətirəsiniz, bir kitaba sığdırasınız, nə bilim, bütün Azərbaycan oxucusuna, elminə tanıyırlar. Hər yerdə yazılır İ.Hikmət. Mən sizə inandıram ki, tələbələr bilmir İ.Hikmət kimdir də. Gərək müəllim də bilsin bunun izahını versin. İsmail Hikmət deyə bilər, amma İsmail Hikmət kimdir? Yəni, onun böyüklüyü hardadır? Bax, bütün bunları böyük insan verə bilərdi, aça bilərdi və bu da təbii ki, Təyyar müəllimdir. Bax, heç bir az müddət sonra bu kitab ərsiyə gəldi və özümlə daşımağı özümə borc bilirəm və bu kitabın təqdimatı Natəvan adına klubda oldu. Muhtemelen orada Azərbaycan elminin nümayəndələri var idi, tanınmış insanlar var idi. Hər biri, mən Təyyar müəllim, mənim tələbə yoldaşımda, eyni universitetdə çalışırıq və s. Bütün bunlar kənardadır. Ən nüfuzlu Azərbaycan bugün ədəbiyyatında olan insanlar Təyyar müəllimi haqqında bundan da yüksək fikirdəyirlər. Yəni Təyyar müəllimin haqqı var ki, biz onun özünü tanıyaq. Çünki bu onun elminin nümunəsidir, məhsuludur. Və özünü tanıdaq. Biz bizi tanımasaq, kim tanıyacaq? Biz Təyyar müəllimin. Mən bir kitabı göstərdim, mənim otağımda cildlərlə onun kitabları var. Və mənə elə gəlir ki, müəllimliyi ilə bərabər, bəli, Təyyar müəllim auditoriyadan çıxanda onun arxasında tələbələrin ağladığını görmüşüm. Onda mən dekan idim. Auditoriyanın qarşısından keçirdim. Heç mən özüm də bilməm. Elə bildim, inciyiblərmi yoxsa? Amma Təyyar müəllimin, necə deyərlər, Təyyar müəllim auditoriyanın çıxmışdı, bir 5 dəqiqəmi nə qədərsə tez. Təbii, yəqin nəsə bir
Təyyar müəllimin təbirincə desək, o elmi cəhətdən onu qane etməyən olmuşdu. Və Təyyar müəllimin arasında tələbələr göz yaşı tökürdü. Gözəl müəllimdir. Gözəl nümunədir. Amma elm adamı kimi biz onu bugün tanıtmalıyıq və mən dərsliklər tanıyıram ki, onlar müntəxəbat tiplidir. Müntəxəbat tiplidir. Nələrsə yığıb qoy bura. Açıqlamaq fikrində deyirəm, amma mənə anadan olanda deyiblər ki, düz söz danış. Bu müntəxəbat tipli kitab deyil. Bu həqiqi bir dərslikdir. Monografiyadır. Amma dərslik tipindədir. Yəni insanlar buradan çox şey öyrənə bilər. Hər şeydən biraz deyil. Təyyar müəllim, mən sizin bütün uğurlarınıza sevinirəm. Bir alim kimi, bir fakültemizin fəxri kimi qürurumuzsuz. Bakı Dövlət Universitetində, Slavyanında, Xarici Diyar Universitetində, digər universitetlərdə olanda bu kitablar haqqında söhbət düşəndə mənim fərəhimin yeri göyü də bilinmir. Həqiqətən əziz insan, gözəl alim, gözəl müəllim, sizi tanıyırıq, səmimi deyirəm, gözəl tanıyırıq və tanıtmağa çalışacaq. Mən elə başa düşürəm ki, siz yetərincə tanıdılmamışsınız. Tanımaq lazımdır. Respublika miqyasında və Respublikanın yurdlarından kənarda. Çox sağ olun, təşəkkür edirəm. Nizami Gəncəviyə qayıdıram, sözündə su kimi lətafəti var. Hər sözü az demək daha xoş olar. Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd var o da. Təyyar müəllim gözəl insandır, gözəl müəllimdir, məhsuldar alimdir, tanıyaq və tanıdaq. Sağ olun. Çox sağ olun, Nailə xanım, dəyərli fikirləriniz üçün. Hörmətli müəllimlər, dəyərli qonaqlar, əziz tələbələr, Nailə xanım bu ikinci tədbirimizə keçid aldı, ancaq yenə də özümə borc bilirəm. Deyəm ki, təsadüfi deyil ki, alimlərimizi tanıyaq və tanıdaq layihəsi çərçivəsində ilk tədbir Azərbaycanın elm dünyasında öz imzasını qoymuş ədəbiyyatşünas, tənqidçi, görkəmli şəxsiyyət, filologiya elmləri doktoru professor Təyyar Salamoğlu'na onun həyat və yaradıcılığına həsr olunmuşdur. Ömrünü elmə, təhsilə və milli ədəbiyyatımızın öyrənilməsinə həsr etmiş Təyyar Salamoğlu'nun yaradıcılığı yalnız elmi tədqiqatlarla deyil, həm də vətən sevgisi, milli kimlik duyğusu və gəncliyə inamla doldu. Biz yalnız bir alim haqqında danışmırıq. Biz elmi olan sədaqəti, ziyalılıq missiyasını və gələcək nəsillərə örnek olan bir insan obrazını yada salırıq. Gəlin birlikdə bu dəyərli alimimizin həyat yoluna, elmi irsinə, yaradıcılığına həsr olunmuş qısa, lakin məzmunlu bir təqdimatla tanış olaq.
ədəbiyyatda müsbət və yaxud da mənfi qəhrəman deyilən anlayış olmur. Həqiqi ədəbiyyatda xarakter olur. Cahandar ağa xarakter kimi yaratılır. Yəni, müəllif onu hətta ona sonsuz simpatiyası ilə bərabər onu olduğu kimi, real insan kimi verir. Çünki insanın ağlı, necə deyərlər, şuuru bəzən onun özünə tabi olur. Hörmətli qonaqlar, Təyyar Salamoğlu haqqında danışmaq bir alimdən çox bütöv bir ziyalı dünyasından bəhs etmək deməkdir. Elmi fəaliyyəti, pedaqoji fədakarlığı və mənəvi bütövlüyü ilə Azərbaycan filologiyası üçün dəyərli bir məktəb formalaşdıran hörmətli alimimizin yaradıcılıq fəlsəfəsinə dair fikirləri dinləmək üçün söz verilir hörmətli akademik Muxtar İmanova. Hörmətli tədbir iştirakçıları, əziz dostlar, hörmətli müəllimlər, tələbələr. Əvvəla mən bu tədbirə dəvət alanda tədbirin bu formatda keçməyini, keçəcəyini gözləmirdim. Çox maraqlı gəldi mənə. Burada oturan həmkarlarıma da yəqin ki, çox maraqlı gəlir. Yəni bu formatda, ənənə formatında bugün öz müasirimizi təqdim eləyiriksə, bu çox mənalıdır. Yəni belə formatda bu tədbiri keçirmək mənə elə gəlir ki, tələbələr üçün xüsusən maraqlı olmalıdır və burada da əksəriyyət tələbələrdir. Ona görə mən bu tədbiri bu şəkildə keçirilməsini çox əhəmiyyətli sayıram. Bir yaddan çıxıb deyəsən Feyzullah Qasımzadə Mahirə xanım. Feyzullah Qasımzadəni də oraya əlavə eləmək lazımdır. Çünki mənim bildiyimə görə Feyzullah Qasımzadə bu universitetin ən adlı sanlı pedaqoqlarından, tədqiqatçılarından, alimlərindən biri olub. Və siz deyən kimi onun 19-cu əsr ədəbiyyatı ilə bağlı, Azərbaycan ədəbiyyatı ilə bağlı tədqiqatları təkcə pedaqoji universitet üçün yox, o vaxtı biz Bakı Dövlət Universitetində oxuyanda bizim üçün də əsas mənbələrdən, tədqiqat mənbələrindən biri idi. Mənim üçün çox
xoşdur Təyyar müəllim haqqında danışmaq. Ona görə xoşdur ki, Təyyar müəllim bugünkü Azərbaycan ədəbiyyatşünaslığının inkişafında xüsusi xidmətləri olan bir alimdir. Təyyar müəllim bugün ədəbi prosesdə özünün səmballı məqalələri ilə yaxından iştirak edən bir tənqidçidir. Təyyar müəllim özünün tədqiqatları ilə pedaqoji işini birləşdirən gözəl bir müəllimdir. Və nəhayət Təyyar müəllim gözəl bir dostdur, etibarlı bir həmkardır. Təyyar müəllimlə mənim tanışdığım əslində son illərə təsadüf eləyir, yəni şəxsi tanışdığım. Mən başı bəlalı Folklor İnstitutunda dissertasiya şurasının sədri idim. Təyyar müəllimi də dəvət elədik orada Azərbaycan ədəbiyyatı üzrə müdafiə şurasının, dissertasiya şurasının üzvü olsun. Və Təyyar müəllim də böyük məmnuniyyətlə gəldi o işə. Qol qoydu, çiyin verdi və mənim müşahidələrim göstərir ki, Təyyar müəllim o müdafiələrdə iki cəhətdən xüsusi seçilən bizim həmkarlarımızdan biri oldu. Birinci cəhət ondan ibarətdir ki, onun o müdafiə prosesində elədiyi çıxışlar, verdiyi suallar, məsələnin məğzindən, mahiyyətindən doğan çıxışlar və suallar oldu. Yəni, Təyyar müəllim həqiqətən istər folklorşünaslıq sahəsində, istər Azərbaycan ədəbiyyatı sahəsində bu müdafiə prosesində ən optimal fikir söyləyən bizim şura üzvlərindən biri oldu. İkinci mənim müşahidəm ondan ibarətdir ki, Təyyar müəllimin həmin dissertasiya şurasında bir neçə doktorantı müdafiə elədi. Və o müdafiə eləyən doktorantların mövzuları məni çox sevindirdi. Belə məlum oldu ki, Təyyar müəllim öz doktorantlarına son dərəcə vacib, aktual olan məsələlərin tədqiqatını tapşırır. Məsələn, ikisi mənim xüsusi yadımda qalıb. O müdafiə eləyən, dissertasiyası müdafiə olunan doktorantlardan birinin mövzusu 20-30-cu illər Azərbaycan ədəbi tənqidində, təbii ki, Azərbaycan Sovet ədəbi tənqidində klassik irsə münasibət məsələsi idi. İkinci, 20-ci əsrin əvvəlləri, 19-un axırı 20-ci əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında, o cümlədən Azərbaycan Sovet ədəbiyyatında din mövzusu idi. Siz bilirsiniz ki, bu mövzuların hər ikisi çox vacib tədqiq olunması mövzular sırasındadır. Çünki klassik ədəbiyyata Sovet dönəmində vulqar sosioloji münasibət olub, bizim klassik irsimiz tamam vulqar sosioloji aspektdən tədqiq olunub, ona görə onun yenidən tədqiq olunmasına ehtiyac var idi. İkinci mövzu haqqında bircə kəlmə deyə bilərəm, sizdə tam təsəvvür olsun. Sovet dövründə siz elə bir əsər tapa bilməzsiniz ki, orada müsbət din xadimi obrazı olsun. Mümkün deyil. Yəni, hansı yazısının o mövzuya müraciətinə baxsanız, görərsiniz ki, orada bir nəfərdə olsun, müsbət planda təsvir olunan ruhani obrazı yoxdur. Mən bu faktları niyə belə xatırladıram? Təkcə ona görə xatırlatmıram ki, mən Təyyar müəllimlə şəxsən nə vaxt tanış olmuşam. Mən buradan keçid eləyib demək istəyirəm ki, Təyyar müəllimin tədqiqatları da bu yöndə tədqiqatlardır. Təyyar müəllim doktorant olanda namizədli işini yazıb Azərbaycan uşaq ədəbiyyatından. 19-cu əsrin axırları, 20-ci əsrin əvvəlləri Azərbaycan uşaq ədəbiyyatından. Uşaq ədəbiyyatı sizə sıradan bir mövzu kimi görsənməsin. Bu həmin mövzudur ki, Azərbaycan ədəbiyyatının realist düşüncə müstəvisində formalaşmasında uşaq ədəbiyyatının, xüsusən uşaq ədəbiyyatı ilə bağlı dərsliklərin müstəsna rolu və yeri var. Yəni, müasir tipli Azərbaycan məktəbinin realist düşüncəyə söykənən Azərbaycan ədəbiyyatının tədrisi məsələlərinin bu yöndə istiqamətlənməsi şəksiz şübhəsizdir. Baxın bizim yazıçıların əsərlərinə, Sabirin əsərlərinə məsələn. Sabirin digər şeirləri ilə müqayisədə təbii ki, uşaq şeirləri son dərəcə sadədir və bizim balaların indi də dilinin əzbəridir. Yəni, uşaq ədəbiyyatı milli düşüncənin də formalaşmasına təkan verən əsas ədəbi istiqamətlərdən biridir. Təyyar müəllimin sonraki tədqiqatları yönəlib 80-ci illər Azərbaycan romanına. Mən sizə böyük məsuliyyətlə deyirəm ki, roman yeganə janrdır ki, hələ də formalaşma prosesini keçirməkdədir. Yəni, o prosesi başa çatdırmıyor. Başqa janrlar haqqında bunu demək mümkün olmasa da, roman formalaşma prosesini keçirməkdə olan janrdır. Yəni, romanın bugün çox müxtəlif formaları, hətta roman içində digər janrlardan fərqli olaraq müxtəlif
növləri meydana çıxır. Bu da tamamilə təbiidir. Və Təyyar müəllim bu janra müraciət eləməklə əslində Azərbaycan ədəbiyyatına, xüsusən Azərbaycan Sovet ədəbiyyatına yenidən baxmaq konsepsiyasını bizim ədəbiyyatşünaslığa gətirib. Təyyar müəllim bu roman tədqiqatlarına qədər bizim realist ədəbiyyatla ciddi şəkildə məşğul olub. Onun məşğul olduğu, tədqiq elədiyi bizim sənətkarlardan biri məsələn Mirzə Ələkbər Sabir. Niyə mən roman tədqiqatı ilə Mirzə Ələkbər Sabir haqqında, həm də realist ədəbiyyat haqqında tədqiqatlarını müqayisə edirəm? Ona görə müqayisə edirəm ki, oradan da bura keçidlər var, mənəvi körpülər var. Təyyar müəllimin Sabir haqqında məqaləsinin adı belədir. Sabirin intibah idealı. Biz Sovet dövründə vərdiş eləmişik, ən müqtədir tənqidçilərin, ədəbiyyatşünasların deyimində ki, Sabirdə iki qütb var, bir aşağı var, bir yuxarı var. Sabir aşağıların şairidir, yəni fəhlənin və kəflinin şairi. Və bu fikri təbii ki, Sovet sosioloji tədqiqatların təsiri ilə bizim ən müqtədir alimlərimiz də söyləyiblər. Məsələn, Məmməd Səfər müəllimdə də mən rast gəlmişəm ona, mənim elmi rəhbərim. Yaşar müəllimdə də rast gəlmişəm, Əziz müəllimdə, Əzim Rəhmədovda daha çox rast gəlmişəm. Amma Təyyar müəllim çox böyük etika daxilində, son dərəcə yüksək elmliklə, elmi müstəvidə və etika müstəvisində o alimlərə etiraz eləməyə özündə cəsarət tapır. Və belə bir konsepsiya irəli sürür ki, biz tənqidi realizm ədəbiyyatına inkarçı ədəbiyyat kimi baxa bilmərik. O ədəbiyyat aşağı ilə yuxarını vahid bir müstəvidə götürür. Yəni aşağı ilə yuxarı xalq, millət deyilən anlayışın iki bir-birindən ayrılmaz tərəfidir. Əgər Sabir, əgər Mirzə Cəlil, əgər digər tənqidi realistlər yuxarıları tənqid edirlərsə, o da sevgidən doğan bir tənqiddir. Onu tamam bir-birinə qarşı duran qütblər tənqid ədəbləri kimi səciyyələndirmək olmaz. Yəni, Əli bəy Hüseynzadə nicat məhəbbətdədir deyəndə milləti bütöv şəkildə gördüyü kimi, Sabir də milləti bütöv şəkildə görür və heç təsadüfi deyil ki, Hacı Məcid Əfəndi adlı bir qaziyə onun vəfatı ilə bağlı mərsiyəsi var. Yəni, bu faktlar, bu cür faktlar da göstərir ki, Sabiri bir tərəfli sənətkar hesab eləmək, sinfi ideologiyadan çıxış edən bir sənətkar hesab eləmək olmaz. Mən bu sözləri ona görə deyirəm ki, burada əksəriyyət tələbələrdir. Bu tələbələr öz müəlliminin ən qiymətli tərəflərini, onun nəzəri fikirlərinin ən sağlam tərəflərini görsünlər və daha geniş maraqla o yerlərə fikir verə bilsinlər. Təyyar müəllimin romanla bağlı tədqiqatlarına təzədən qayıdıram. Təyyar müəllimin romanla bağlı tədqiqatları çox sevindirici bir məsələdən də xəbər verir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, dünya ədəbiyyatşünaslığında roman ətrafında çox müxtəlif nəzəri mübahisələr aparılır, nəzəri mübahisələr gedir və o nəzəri mübahisələrdən biri çox səsli roman, polifonik roman ətrafında gedən mübahisələrdir. Bizim nəzəri fikrimizə, romanla bağlı, nəsrlə bağlı nəzəri fikrimizə o polifonik roman ideyasını gətirən tənqidçilərdən və ədəbiyyatşünaslardan biri məhz Təyyar Salamoğludur. Təyyar müəllimin doktorluq işində bu məsələ çox genişliyi ilə qoyulur və milli roman konsepsiyası zəminində o məsələ çox genişliyi ilə işıqlandırılır. Sabir haqqında dediklərimi mən burada Fərman Kərimzadə və İsmail Işıqlı ilə bağlı da demək istəyirəm, çünki o da vacib məqamlardan biridir. Təyyar Salamoğlu ədəbiyyatımızı yenidən oxuyaq, romanımızı yenidən oxuyaq konsepsiyası ilə həm İsmail müəllimin, həm də Fərman Kərimzadənin romanlarına yeni gözlə baxır. Və belə hesab eləyir ki, hətta bu cür nadir romanlarımıza da biz sinfi nöqteyi nəzərindən yanaşmışıq və milli nöqteyi nəzər kölgədə qalıb. Və bu cəhət, bu konsepsiya öz davamını tapır, mən dediyim kimi, polifonik roman konsepsiyasındakı, o konsepsiyanın müəllifi böyük Rus alimi Mikhail Baxtindir. Mikhail Baxtinin iki məşhur nəzəriyyəsinin hər ikisindən Təyyar müəllim böyük məharətlə istifadə edə bilir. O nəzəriyyələrin biri çox səsli romandırsa, ikincisi dialoji münasibətdir. Yəni, dialoji münasibətin mənası ondan ibarətdir ki, hər hansı bir yazıçının əsəri özünün əsərləri ilə dialoqa girir.
öz mühitinin əsərləri ilə dialoqa girir. Öz dövrünün və öz dövründən əvvəlki Azərbaycan ədəbiyyatı timsalında əsərlərlə dialoqa girir. Və Təyyar müəllim bu nəzəriyyəni tətbiq eləyir və mən deyim ki, bu nəzəriyyəni, yəni milli düşüncəli Azərbaycan romanı nəzəriyyəsini ən müasir formalı Azərbaycan romanına da tətbiq eləməkdən çəkinmir. Biz adətən belə vərdiş eləmişik. Əgər bir adam millilikdən danışırsa, o ən müasir form axtarışlarından yan keçir. Yəni, tutaq ki, dünya romançılığında gedən ən nadir form axtarışlarından istər-istəməz yan keçir. Yəni, millilikdən danışan adam ideoloji səpkidə öz əsərlərini qurur adətən. Amma Təyyar müəllimdə fərqlidir. Təyyar müəllim o doktorluq işinin bir neçə fəslini form axtarışlarına, kompozisiya, süjet axtarışlarına, hətta müasir dövrdə dəbdə olan postmodernist axtarışlara da yer verə bilir. Yəni, əgər postmodernist axtarışlara yer verirsə, bu deməkdir ki, Təyyar müəllim milliliyi formadan asılı olmayan millilik kimi təqdim edə bilir öz oxucusuna. Yəni, onun nəzərində millilik form axtarışları ilə bir yerdədir. Əgər dünən Dəli Kürlə Qarlı Aşırım nə qədər forma baxımından da maraqlı əsərdirsə, bugün postmodernist üslubda yazılan əsərlər də o baxımdan maraqlıdır. Amma həm də o baxımdan maraqlı olsun gərək ki, onlar həm də milli düşüncəni ifadə eləsinlər. Mən mətləbi deyəsən çox uzatdım. Mən sadəcə fikrimi yekunlaşdırıb demək istəyirəm ki, bugün Təyyar Salamoğlu özünün həm də dərslikləri ilə, dərs vəsaitləri ilə diqqət olan bizim həmkarlarımızdan, dostlarımızdan biridir. Mahirə xanımın dediyini mən də təkrar eləmək istəyirəm. Əgər bugün ayrı-ayrı universitetlərdə, təkcə pedaqoji universitetlərdə yox, ayrı-ayrı universitetlərdə, universitetlərin filologiya və jurnalistika fakültələrində Təyyar Salamoğlu'nun 20-ci əsr Azərbaycan ədəbiyyatı ilə bağlı dərslikləri tədris olunursa, onun ayrı-ayrı kitabları tələbələrə, doktorantlara oxudulursa, o deməkdir ki, bizim dostumuz, bizim yubilyarımız həm elm müstəvisində, həm pedaqojika müstəvisində bu iki müstəvini birləşdirməkdə çox böyük işlər görür. Mən Təyyar müəllimin eşitmişəm, cavan görsənsə də 65 yaşı tamam olur. Ruhən cavan dostumuza uğurlar arzulayıram. Həm pedaqoji işində, həm tənqidçilik fəaliyyətində, həm də nəzəri axtarışlarında yazsın, yaratsın, onun tələbələri, doktorantları və həmkarları onun uğurları ilə sevinsinlər, qürur duysunlar. Sağ olun, təşəkkür ederim. Çox sağ olun, Muxtar müəllim. Bugün Təyyar Salamoğlu'nun həyat və yaradıcılıq yoluna bir qədər də fərqli prizmadan, həm bir dostun səmimiyyəti, həm bir həmkarın dərin hörməti, həm də bir alim professorun elmi baxışı ilə nəzər salacaq. Söz verilir, Təyyar Salamoğlu yaradıcılığını yaxından izləyən, onunla uzun illər elmi əməkdaşlıq və səmimi dostluq münasibətləri quran hörmətli professor Qüdrət Umudova. Təşəkkür edirəm. Hörmətli rektorumuz Cəfər müəllim, hörmətli Mahirə xanım, hörmətli qonaqlar. Bəli, Təyyar müəllimlə biz 40 ildən biraz artıq zamanın dostlarıyıq. Bu 40 ildə çiyin-çiyinə yol gəlirik və indicə söyləndiyi kimi Təyyar müəllim maşallah yenə öz gümrahlığı ilə, öz ilhamı ilə, öz qüdrəti ilə qələmini əlində saxlayıb, bugün də yazıb, yaratmaqdadır. Təyyar müəllim haqqında yaxın keçmişdə hardasa bir 3 qəzet səhifəsi həcmində onun həyat yaradıcılığına həsr olunmuş bir məqalə yazmışdıq. Və həmin məqalədə onun həyat yoluna genişlikdə nəzər yetirib, əsərlərini, yaradıcılığını da təhlilə cəlb eləməyə çalışmışdıq. Amma bu günləri burada artıq saat yarımdır ki, tədbir davam edir və burada sözü ola biləcək çox nüfuzlu insanlar, qonaqlar var, qələm adamları var. Ona görə də mən ikicə xatirəni qısaca danışıb kürsünü tərk eləmək istəyirəm icazə özlə. 84-cü ildir. Yaz aspirantura qəbuluna bizim institutumuza qəbul gedir. Və aspiranturaya iddia eləyən yoldaşlar hamısı elmi işlər üzrə prorektorluğun qabağında düzülüb
imtahanı gözləyirik. Amma içəri birinci o vaxtı SSR Xalqları Ədəbiyyatı deyilən indeks şəklində təqdim olunurdu. Bu günləri təbii ki, artıq Azərbaycan Ədəbiyyatı indeksidir həmin indeks. Bu yoldaşları çağırdılar içəri. İmtahan elmi işlər üzrə prorektor Kamal Hüseynovun deməli otağında gedir. Onun qarşısında da bir balaca otaq var. Orada aspirantura şöbəsidir Muxtar müəllim. Və biz də sızdıq ora ki, görək imtahan necə gedir, yoldaşlar necə cavab verir. Mən də folklorşünaslıq ixtisası üzrə gəlmişəm. Əvvəl uzaqdan baxanda Təyyar müəllimi özümə deməli, bəlkə də deyək ki, rəqib hesab elədim. Dedim, bu da deyəsən, bu uzun da deyəsən bizim indeksə gəlib. Amma sonra bunları içəri keçəndə düşündüm ki, hə, bundan ötüşdük. Nəysə, içəridə imtahan gedir. Təyyar müəllimin konkurentləri yavaş-yavaş cavab verirlər və birdən Təyyar müəllimi çağırdılar, o cavab verəsi oldu. Təyyar müəllim, inandırım sizi ki, dayanmadan, nəfəs belə dərmədən nətər cavab verir suallarına. Cür-cür guruldayır Mahirə xanım. Deməli, bu əsnada danışıb hardasa bir yarım saatda danışır. İmtahan götürən yoldaşlar da, deməli, müəllimlərimiz Professor Məmməd Məmmədov və Xeyrullah Məmmədovdur. Görkəmli alimlərimiz və tələbkar insanlar. Və onlar özləri belə cəsarət edib Təyyarın deməli, verdiyi cavabı kəsmirlər. Bu əsnada Kamal Hüseynov deməli, aspirantura şöbəsinə çıxdı. Əlində bir kağız, Asiya xanım onda aspirantura şöbəsinin müdiri idi. Ona nəsə deyirdi. Bizdən qabaq Faiq Şahbazlı idi, Vəzirxan var idi. Bunlar bizdən qabaq aspiranturada artıq oxuyurlar. Bunlar soruşdu ki, Kamal müəllim, nətər gedir imtahan? Dedi ki, bu danışan var, ha. Bundan qabaqçılar elə-belə şeydi. Amma bu zalim oğlu bulaq kimi pık-pık-pık deyir, qaynayır deyir. Bax, Təyyarın verdiyi cavab müəllimlərimizi qane elədi və təbii ki, o əla aldı, o birilər ondan aşağı qiymət aldı və Təyyar Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasına qəbul olunmuş oldu. Təyyar müəllimin müəllimlik xarakteri ilə bağlı da bir-iki söz demək istəyirəm. Təyyar müəllim birinci kursda da dərs deyir, ikinci kursda da, 3-də də, 4-də də. Bütün kurslarda deməli dərs aparır. Birinci kursa dərsə girəndə tələbələr bundan qorxurlar. Olmamış dərəcədə qorxurlar. Çox zabitəli, ciddi, biraz da qaraqabaq, heç gülümsəməyən, hətta müəllimlərin, mən də o deməli birləşmələrdə və qruplarda dərs aparıram. Uşaqlar məndən dedim, gülür, elə gülür. Onu gərək güldürəsiz. Yəni, razı salasınız nədəsə cavabınızla. Təyyar müəllim, bəli, birinci kursa ondan qorxurlar. İkinci kursa yavaş-yavaş onu tanıyırlar. Üçüncü kursa sevirlər. Dördüncü kursa ondan əl çəkmirlər. Əl çəkmirlər və öz sualları ilə, deyək ki, maraqlı söhbətləri ilə, Təyyar müəllimdən nəyisə dartıb almaq üçün, qopartmaq üçün, öyrənmək üçün dəhlizlərdə onun ətrafında həmişə fırlanırlar, dolanırlar. Təyyar sözü qanadlanan pərvaz eləyən deməkdir. Mənası budur, təbii ki, hamı bilir. Və Təyyar müəllim, mən uzun bir məruzə hazırlamışdım, cibimdədir. Amma burada həm deməli video çarx, həm Muxtar müəllimin dedikləri məni o məruzəni oxumaq fikrimdən uzaqlaşdırdı, məhrum edir. Sənin, bax o Təyyar ki qanadlanandır, sənin elmimizin səmasında çalan qanadların körlanmasın. Heç vaxt yorulmasın, qardaş. Sənə uzun ömür, can sağlığı və yeni yaradıcılıq nailiyyətləri arzulayıram. Diqqətinizə görə sağ olun. Çox sağ olun, Qüdrət müəllim. Elmin fədakar insanlarını gənclərə tanıtmaq, onların zəngin irsini yaşatmaq və gənc nəslə elm sevgisi aşılamaq naminə araya ərsəyə gələn bu tədbirdə qonaqlarımız da iştirak edir. Söz verilir, böyük Azərbaycan ziyalısı,
İsmail Şıxlı ədəbi yaradıcılığının və mənəvi irsinin davamçısı. Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı cənablar. Hörmətli xanımlar və cənablar, əziz pedaqoqlar və tələbələr. Bu zal mənim üçün ümumiyyətlə Azərbaycan Dövlət Pedaqoji Universiteti mənim üçün çox dəyərli bir yerdir. Çünki məni təqdim eləyən bizim aparıcımız da söylədi ki, yəni İsmail Şıxlının davamçısı olaraq təqdim elədi və bir şey söyləmək istəyirəm ki, İsmail Şıxlı ömrünün 40 ildən çoxunu bu məhz təhsil ocağına verib. Yəni söhbət İsmail Şıxlıdan getmir, sadəcə olaraq mənim üçün bu universitetin nə qədər dəyərli olduğunu söyləmək istəyirəm. Müxtəlif vəzifələrdə olubdur. 2 dəfə elə bu filmdə də göstərildi. Azərbaycan Yazıçılar İttifaqının katibi olub, Azərbaycan jurnalının baş redaktoru olub, sədri olub Azərbaycan Yazıçılar Birliyinin, amma hər dəfə istefa verib gedib. Çox yerdə bəlkə də bilinmir, yeganə deməli heyfsiləndiyi bir şey var idi. Deyirdi ki, yəni o vəzifəyə gedəndən sonra, sədr olandan sonra zaman darlığı yaranmışdı, dərs deyə bilmirdi. Yeganə təəssüfləndiyi bir şey var idi ki, mən daha dərs demək imkanım yoxdur. Mən Təyyar müəllimi yəni adını eşitmişdim, amma yaxından bir o qədər təmasım olmamışdı. Və təxminən yarım il, bəlkə bir il bundan əvvəl bir tədbirdə İsmail Şıxlının yaradıcılığı, əsasən də təbii ki, Dəli Kür barədə müzakirə var idi. İndi mənim orada öz fikirlərim vardı, onları söylədim, amma təbii ki, Dəli Kürü, necə deyim, indi mənə çox yaxındır. Amma Təyyar müəllim əsər barədə elə fikirlər söylədi ki, mən, məsələn, əsəri yenidən oxumaq oldum. Çünki müəyyən yaş həddində insan hər bir əsəri müxtəlif cür qavrayır. Məsələn, mənim yadımdadır Prosper Mermerin Tamangosunu oxuyanda təxminən yuxarı siniflərdə və ali məktəbdə oxuyanda oxumuşdum. Və o zaman Sovet təbliğatından belə idi ki, Tamango qəhrəmandır, Tamango demək, azadlıq uğrunda quldarlara qarşı döyüşdü və Tamangodan yoxdur. Mən təxminən bir 10 il qabaq əsəri yenidən oxudum və başa düşdüm ki, tamam başqa şeymiş. Tamangonun faciəsi ondan ibarət idi ki, o öz xalqını satdı, quldarlara satırdı. Nəhayət, onun özünü də, həmin o millətini satan adamı özünü də qul etdilər. Söylədiyim odur ki, Təyyar müəllim o alimlərdən, o ədəbiyyatşünaslardandır ki, insanların oxuyub bəlkə də səthi qavradığı şeylərin dərin qatlarına enməyi bacarır və həmin o gördüyü məqamları da təbii ki, öz tələbələrinə və öz alim həmkarlarına, həm də oxuculara çatdırır. Təyyar müəllim, mən sizə uğurlar arzulayıram, mən sizə təbrik edirəm və universitetə də belə bir layihəni
düşünüb onu həyata keçirdiyinə görə ürəkdən minnətdarlığımı bildirirəm. Sağ olun, təşəkkür ederim. Çox sağ olun Gülçin. İndi isə söz daha bir qonağımıza, İntiqam Qasımzadə cənablarına verilir. İntiqam Qasımzadə tənqidçi, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar, incəsənət xadimidir. Oradan gözəl bir gündür bugün. Əvvəla mətləbə keçməmişdən əvvəl bir hissimi də deyim, keçirdiyim hissi bura gələndə. Mən bu zalda çox olmuşam. Amma ilk dəfədir ki, bu kürsüyə çıxıram. Bu kürsüdən mənim atam dəfələrlə çıxış edib, anam bu kürsüdən çıxış edib, 40 ildən yuxarı anam bu universitetin müəllimi olub. Və bu kürsüdən nəhayət Mayakovski mənə elə gəlir. O da çıxış edib bu kürsüdən. Səhv eləmirəmsə. İndi mən çıxmışam bu kürsüyə. Mən burada ürəyim doludur, çox söz deyə bilərəm. Amma bugün mən Təyyar müəllimin gününə gəlmişəm. Bugün Təyyar müəllimin günü böyük bir proyektlə, layihə ilə bağlı keçirilir. Tanıyaq və tanıdaq. Mən tədbirin əvvəlində göstərilən o video çarxa baxıb düşünürdüm ki, hamı əlbəttə belə deyil, mənim yaşım az deyil, həm də işimin xüsusiyyəti elədir ki, mən bu insanların hamısını tanıyıram. Və inandırıram sizi, mən böyük məmnuniyyətlə sizə qoşuluram. Sizə qoşuluram və bir müddət, yəni indiyə kimi 150 ildir mən Azərbaycan jurnalında işləyirəm, bunu da 25 ildir baş redaktoram. Mən elə bu işlə məşğulam, tanıtmaqla məşğulam. Və bu işdə Təyyar müəllim mənə çox kömək edib. Təyyar müəllimlə bizim aramızda böyük bir yaradıcılıq bilirsiniz, birliyi var. Bu birliyin nəticələri mənə gəlir ki, çox sevindiricidir, yaxşıdır. Heç bir problemimiz olmayıb indiyə kimi. Yeganə problemimiz, Təyyar müəllim neçə ildir biz sizinlə tanışıq? Bir 20 ilə yaxın var da. Bu 20 ildə yaxın birinci ildən necə başlayıb o problem, bugünə kimi o problem davam edir. Və biz, bilirsiniz, Təyyar müəllimlə çarpışırıq. Təyyar müəllim çox geniş yazır, iri məqalələr yazır və jurnalların da xüsusiyyəti odur ki, jurnallar belə məqalələri çox da vermək imkanımız bizim yoxdur. Amma Təyyar müəllimi biz ixtisar da eləyə bilmirik. Ona görə ki, Təyyar müəllim boş şey yazmır. Təyyar müəllim söz deyir ədəbiyyatımız haqqında. Bəzən də tez-tez, bəzən yox, tez-tez deyilməyən şeyləri deyir. Vaxtilə ona imkan olmayıb deyilməyib. Yəni ki, insanlar elə bir devirdə yaşayıblar ki, ideoloji baskılar termini işlənir. Mən də bu termini işlədirəm. Yaxşı sözdür. İdeoloji baskılar devrində görürsən ki, buna imkan olmayıb. Və Təyyar müəllim indi o devrə də bir əl gəzdirir və çox gözəl işlər görür. Mən sizə inandırıram, çox böyük işlər görür Təyyar müəllim. Yəni, ədəbiyyatşünaslıq yazıları əgər ədəbiyyatın özü haqqında ədəbiyyata münasibət bildirir. Yəni, ədəbiyyatşünaslıq ədəbiyyat haqqında ədəbiyyatdır. Təyyar müəllimin yazdıqları isə ədəbiyyatşünaslıq haqqında ədəbiyyatdır. Və Təyyar müəllim, çox sağ olun, mən minnətdaram sizə ki, belə işlər görürsünüz, böyük yazılar yazırsınız. Bax, burada bu çarxda da Muxtar müəllimin gözəl bir çıxış etdi, ətraflı çıxış etdi. Siz həmkarsınız, mən elə çıxış eləyə bilmərəm sizin haqqında. Mən də özümə məxsus bir baş redaktor kimi çıxış edirəm. Və deyim sizə ki, o az bir zaman çərçivəsində Muxtar müəllim, təşəkkür edirəm sizə. Siz Təyyar müəllimi, baxmayaraq ki, Təyyar müəllimin bütün burada göstərilən yazıların 90%-ni biz çap eləmişik. Və onları nəinki çap eləmişik, biz oxumuşuq. Biz onları redaktördən keçirmişik.
Və bununla belə mən sizə çox maraqlı qulaq asdım da Təyyar müəllim haqqında çox şey öyrəndim. Təyyar müəllim cəsarətli ədəbiyyatşünasdır. O bəzən bilirsiniz, elə mövzulardan yazır, elə şəxsiyyətlərdən ədəbiyyatımızın elə nüfuzlu şəxsiyyətlərindən yazır ki, onlar haqqında mən özüm də çox cəsarətli olanam. Həqiqətən bunu bilirlər. Mənim taytuşlarım və yaxşı tanıyanlar. Amma mən də bəzən xoflanıram onun o cəsarətindən. Və bir-iki dəfə hətta yazılarına əl gəzdirmişəm o mənada bəzi yerlərinə ki, elə şəxsiyyətlər var, valla mən onların yaradıcılığını o cürdə qiymətləndirmək istəməzdim. Yəni, ürəyim gəlmir. Əslində Təyyar müəllim düz yazır. Təyyar müəllimin bütün bəlası ondadır ki, Təyyar müəllim yalan deyə bilmir. Düz danışan ədəbiyyatşünasdır. Sözün düzünü deyən ədəbiyyatşünasdır. Təyyar müəllim, mən sizə uğurlar arzu edirəm. Bir şey yadımdan çıxdı, onu deməyə bilmərəm. Bilirsiniz, insanların qaraçılar görürsünüzlər və bir də o fala baxanlar insanların əllərinə baxıb, onların taleyini deyirlər, keçmişlərini oxuyurlar, gələcəklərini söyləyirlər. Və mən Təyyar müəllimlə ilk dəfə əl verib görüşəndə, tanış olanda, əlim Təyyar müəllimin əlinin içində itdi. Sonra əlimiz çəkəndə onun əlinə baxdım, öz əlimə baxdım və xəcalət çəkdim. Dedim, belə əl olar. Bu nədir bu zəriflikdə, bu incəlikdə? Kişinin əli belə olar da, bu boyda maşallah. Bilirsiniz, o Təyyar müəllimin taleyidir. Təyyar müəllimin bu onun yaradıcılığında da o əli kimi əhatə etmək, genişlik, böyüklük, zəhmətkeş əlidir. Ədəbiyyat zəhmətkeşinin əlidir. Mən arzu edirəm ki, sənin o əlində tutduğun qələmin heç vaxt titrəməsin, əsməsin. Həmişə bugün olduğun kimi olasan. Öpürəm, can sağlıq. İndi isə təbrik üçün söz verilir Azərbaycan yazıcısı, publisisti, filologiya üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğlu. Çox təşəkkür edirəm və hər kəsi salamlayıram. Təyyar müəllimlə biz bir neçə televiziya verilişlərində, ədəbiyyat xadimlərimiz haqqında çəkilən verilişlərdə yoldaş olmuşuq və biz orada çıxış etmişik və Təyyar müəllimin çox özəl xüsusiyyətlərini orada kəşf eləmişəm mən özüm üçün. Bu haqda deyəcəm, amma öncə onu demək istəyirəm ki, sizin bu universitetinizdə dərs keçən, buranın məzunu olan insanlar mənə həm orta məktəbdə, həm universitetdə, həm də doktoranturada dərs deyiblər və həmişə bu universitet haqqında danışıblar. Həmişə bu universiteti qutardıqlarından qürur duyublar və onlardan keçən məhəbbət məndə var. Ona görə mən bugün burada olduğuma görə Təyyar müəllimə və Mahirə xanıma minnətdaram. Bu mənim üçün çox əlamətdar gündür. Bir də alimlərimizi tanıyaq və tanıdaq. Belə bir çox vacib, çox lazımlı və indiki dövrümüz üçün həddindən artıq aktual olan bir layihənin ilk bölümündə, ilk təqdimatında olduğum üçün yenə sizə minnətdaram. Və Mahirə xanımın bu müqəddəs işi deyim ki, təkcə sizin universitetinizin civarında deyil, sizin universitetinizin həddində yox, bütün Azərbaycan maştabında, hətta bəlkə də keçmiş MDB məkanında yayılmalı bir layihədir. Çünki siz bilirsiniz, daha qeyri-peşə sahiblərinin önə keçdiyi və artıq populyar olduğu bir vaxtda alimlərin önə gətirilməsi həddindən artıq zəruri bir məsələdir və bunun üçün Mahirə xanıma ancaq sağ ol düşür.
Minnətdaram burada olduğum üçün. Təyyar müəllimi necə tanıyıram? Biz verilişlərdə çıxış eləyəndə şübhəsiz ki, həm redaktor, həm rejissor istəyir ki, o verilişin müəllifini təqdim eləsin, məhz özünün spesifik xüsusiyyətlərindən, ədəbi fəaliyyətinin özünə məxsus tərəflərindən, şəxsiyyət kimi xarakterinin fərdiliyindən. Və təəssüflər olsun ki, Azərbaycan elmində, burada o əyləşənlərin çoxu bilir, belə bir tendensiya var. Yəni, növbətçi çıxışlar. Oradan şairin adını pozub, başqa bir şairin adını yazsan, o çıxış qəbul olunandır. Hansı dövr olmasından asılı olmayaraq. Amma hər bir yazıcının, hər bir şairin, hər bir tənqidçinin, yəni ədəbiyyat adamının yaradıcılığının özəl xüsusiyyətlərini açmaq, spesifikasını izahlamaq, bax, elm budur. Elm trafaret cümlələri yan-yana düzüb, müəllifin kim olmasından asılı olmayaraq adı səsləndirmək bu elm deyil. Elm ancaq təhlildir, elm ancaq elmi yanaşmadır, fərdi xüsusiyyətin izahlanması və aşkara çıxardılmasıdır. Mən Təyyar müəllimlə bir neçə verilişlərdə iştirak eləyəndə gördüm ki, Təyyar müəllim az vaxtını ona sərf eləyir ki, həmin şəxsi geniş kütləyə düzgün çatdırsın. Bax, bu əsas məsələdir. Bir, mən bu xüsusiyyətini onun yüksək dəyərləndirirəm özüm üçün. Bir də Təyyar müəllim ləyaqətini axıra qədər qorumuş alimdir. Yəni, nə gözəl ki, alimlərimizi tanıyaq və tanıdaq layihəsinin ilk insanını siz seçmişsiniz. Yəni, ədəbi tənqiddə İntiqam müəllim yəqin hamıdan çox bilir onu. Ədəbi tənqidimiz hal-hazırda nə gündədir? Bir əsər ortaya qoyulur, bir əsər gündəmə gəlir, amma onun haqqında daha az yazılır. Soruşanda ki, bu əsər haqqında nəcib deməmisiniz, deyirlər ki, müəllif heç deməyibdir, müəllif tərəfindən təşəbbüs olmayıbdır. Demək, əsər yazılıbsa, müəllif özü tənqidçiyə müraciət eləməlidir ki, bunun əsəri haqqında fikir desin. Və hələ bəlkə özü deyibsə, onda onun bir hörməti də olmalıdır, bir qonaqlığı da olmalıdır, bir nəsə olmalıdır. Elmi bu yerə gətirmək, düzdür, hamının ehtiyacı var, hamımızın ehtiyacımız var. Amma elmi bu yerə gətirmək özü elmə xəyanətdir, özü ədəbiyyata xəyanətdir. Kimsə istəyər ondan da yaz, amma kimsə istəmir, amma həqiqi əsər qoyubsa ortaya ondan da yaz. Və Təyyar müəllim bunu qoruyan adamdır. Ona görə də Təyyar müəllim tütüyə sənətkarlardandır demək istərdim mən. Belə adamlara bizim ehtiyacımız var. Və burada gənclər olduğuna görə mən onu da demək istəyirəm ki, insanın əlindən alınmayacaq, heç kəsin ondan ala bilməyəcəyi bir onun elmidir, bir onun ləyaqətidir. Hadisələr göstərir ki, hər şeyi adamın əlindən ala bilərlər. Sıra-sıra varidatları, kiloy-kiloy qızılları insanın əlindən ala bilərlər. Hətta ona verilən adları onun əlindən ala bilərlər. Amma elmi və ləyaqəti heç kəsin əlindən ala bilməz. Mən bunu gənclərimiz üçün demək istəyirəm ki, yəni elmə və ləyaqətə odaqlanmaq lazımdır və ona doğru onu saxlamaq lazımdır və Təyyar müəllim onu saxlayan adamdır. Mən onu təbrik eləyirəm, ona can sağlığı, uzun ömür və daha böyük yaradıcılıq uğurları arzulayıram. Mahirə xanıma xüsusi təşəkkür eləyirəm bu tədbirə görə və burada olduğuma görə. Sağ olun. Çox sağ olun, Ataban xanım. Bayaq Qüdrət müəllim bir söz işlətdi, tələbələrlə bağlı. Həqiqətən tələbələrin sevimlisidir Təyyar müəllim. Elə buna görə də onun tələbələri bugün öz müəllimləri haqqında fikirlərini, müşahidələrini bölüşmək üçün müraciət etdilər ki, mümkünsə biz də o görkəmli alimlərin yanında bir yer alaq. Bizə bir balaca bir nömrədir. Ona görə də icazənizlə tələbələri dəvət edək. Buyurun, gənclər. Hörmətli müəllimlər, dəyərli qonaqlar. Biz bugün sadəcə bir müəllimi yox, bizim üçün ilham mənbəyi olan Təyyar Səlamoğlu'nun yaradıcılığını qeyd etmək üçün toplaşmışıq.
böyük zəhmi ilə 17 yaşlı tələbənin qəlbinə vahimə saldı. Ancaq sonradan o qəlbi bir dağ zirvəsi kimi fəth etməyi bacaran Təyyar Salamoğlu hər bir tələbənin qəlbində iz buraxmışdı. O bizə müəllim olmaqla yanaşı, həm də bir ziyalı olmaq öyrədirdi. Bəs sizin üçün Təyyar müəllim kimdir? Təyyar müəllim. Mənim üçün çox şey ifadə edir bu müəllim. Təyyar müəllim bizim üçün bir nümunədir. Onun hər sözü, hər izahı bizə elmin, sözün, milli dünyagörüşün əsasını ifadə edir, göstərir. Biz onun dərsində yalnız dərsi deyil, həyatı, düşünməyi, hətta həyatda irəliyə doğru addımlamağı öyrənirik. Təyyar müəllim hər bir tələbənin gözündə vətənin, millətin qayğısını çəkən gözəl, əvəz olunmaz bir insandır. Təyyar müəllim mənim üçün həyatıma toxunan şəxsdir. O, ədəbiyyatımızın böyük sənətkarlarının əsərlərini öz təhlilləri ilə can vermişdir. Öz dilimizdə olan əsərləri yenidən öz dilimizə tərcümə etmişdir. Qarşıtlıqlara yol verməmişdir və bununla da həmin böyük şəxsiyyətlərin ruhunu şad edən bir şəxs olmuşdur. Təyyar müəllim bizim üçün bir dostdur. O, hər birimizin fikrinə hörmətlə yanaşır, bizim üçün öz həyatımıza bir yol qoymamıza şərait yaradır. Hər bir insan bu vətən üçün müxtəlif işlər görür. O cümlədən Təyyar müəllim, hansı ki, onun o fəaliyyətini say-say bitirə bilmərik. Təyyar müəllimin hər bir fəaliyyəti, hətta dərs boyu yaradıcılığı, fikirləri bizim üçün böyük bir səyahətdir. Hansı ki, bu səyahət özündə istedadı, yaradıcılığı, bir sözlə bizim estetikamızı hər tərəfli göstərən müxtəlif fikirləri, müxtəlif dəyərləndirmələri əks etdirir. Təyyar müəllim bizə yalnız elmi öyrətmədi, həm də bir alimin fədakarlığını, sədaqətini və əxlaqını nümunə göstərdi. O bizi zülmət səltənətindən aydınlığa çıxardı. O bizə axına qarşı dik dayanan sərt qayaları xatırladır. Elə bir qaya ki, axının yönünü dəyişməyə qadirdir. Əziz Təyyar müəllim, biz sizin fikirlərinizə, dərslərinizə dərin hörmətimizi bildiririk. Sizin təbirinizcə desək, bizim üçün dağdan ağır müəllim elə sizsiniz. Sizə sağlıq, bol uğur arzu edirik və bütün tələbələrimiz adından təşəkkürümüzü bildiririk. Çox sağ olun. Hörmətli qonaqlar, dəyərli müəllimlər, əziz tələbələr, bugün biz alimlərimizi tanıyaq və tanıyaq çərçivəsində Təyyar Salamoğlu duhasına bir səyahət etdik. Onun elmi fəaliyyətinə nəzər saldıq. İndi isə icazənizlə və alqışlarla dəyərli alim, ziyalı, canlı korifey Təyyar Salamoğlunu səhnəyə dəvət edək. Onun öz baxışını, düşüncələrini və gənc nəsillərə mesajını dinləyək. Söz Təyyar Salamoğlu'na verir. Hamını salamlayıram, əziz qonaqlarımızı, tədbirin təşkilinə əməyi keçən çox hörmətli Mahirə xanımı, Könül xanımı, tədbirdə iştirak edən sevimli direktorumuz Cəfər müəllimi, hamısını salamlayıram. Əziz tələbələrimə gəlib burada iştirak elədikləri üçün minnətdarlığımı bildirirəm və rabitəsiz danışığıma görə də üzr istəyirəm. Çox sağ olun, çox minnətdaram. Bir-iki kəlmə onu demək istəyirəm ki, dünən axşam, yəni prinsipcə güya tədbirə hazırlaşıram. Bunun üçün Azərbaycan jurnalında çap olunacaq, məndən jurnalın baş redaktoru müavini Südabə xanımın götürdüyü müsahibəni başdan ayağa oxudum. İntiqam müəllim demişkən o çox iri həcmli bir
müsahibə idi. Başdan ayağa oxudum və yadıma çox üzr istəyirəm müqayisə üçün, çünki o mənim həddim deyil. Sadəcə olaraq yəqin ki, ondan da dərs almışıq. Nizami, bizim görkəmli, sevimli akademikimiz Nizami Cəfərov bir dəfə yazmışdı ki, 70 illik yubileyində İsmail Şıxlı çıxış eləyəndə dedi ki, nə sözüm varsa deyəcəm, indi də deməsəm nə vaxt deyəcəm və sözünü dedi. Mən müsahibəyə oxudum müsahibəni və düşündüm ki, valla yaxşıdır. Mən deyəsən ədəbi ictimaiyyətə sözümü bütövlükdə burada demişəm. Əlbəttə, ədəbiyyatşünaslığımızda və o yazının adını da indi elan eləyirəm, ədəbiyyatla ədəbiyyatşünaslıq arasında yaxud ədəbiyyatşünaslığımıza sözüm var. Ədəbiyyatşünaslığımıza sözüm də var, tələbələrimizə sözüm də var, ədəbiyyat adamlarına da sözüm var, amma böyük əksəriyyətini demişik, bundan sonra da qismət olsa deyəcəyik. Əslində mən narahat edən çox problemlər var. Bizim ədəbiyyatımız millətimizə xidmət eləyib. Ədəbiyyatşünaslığımızı Sovet inersiyasından ayırıb millətə xidmət tendensiyasına kökləmək lazımdır və mənim bütün fəaliyyətim bundan ibarətdir. Ona görə də orada məhz o sözləri fərqləndirdim ki, bizim ədəbiyyatımızla ədəbiyyatşünaslığımız arasında Sovet rejiminin ədəbiyyat siyasəti Çin səddi kimi dayanır. Mən nə iş görürəm? Əgər tutalım ki, belə bir sual versəniz mənə deyim. Mən o Çin səddini yıxmaqla məşğulum. İndi nə dərəcədə yıxa bilirəm, nə dərəcədə uğur qazanmışam, onu bizim ədəbi ictimaiyyətimiz, elmi ictimaiyyətimiz bilir və bir də elə orasını demək istəyirəm ki, bugün əgər belə bir tədbir varsa, bu tədbirdə deyəsən mənim nə isə dediyimi və nə isə nail olduğumu göstərir. Ona görə bir daha və yenə də bir daha hamınıza dərindən dərin minnətdarlığımı və ürəkdən gələn böyük sevgimi ifadə eləmək istəyirəm. Çox sağ olun, çox var olun ki, bugün adətən belə deyirlər, Təyyar Salamoğlu işığına yığışmısınız. Daha doğrusu bura gəlməyi rəva bilmişsiniz. Hamınıza minnətdaram. Hamınıza minnətdaram. Gedə bilərəm. Çox sağ olun, Təyyar müəllim. İstəyirəm elə burada hamı sizi bir daha görsün və son sözü rəhbərlik etdiyi gündən Filologiya Fakültəsinin ənənələrini davam etdirməklə yanaşı, bir-birindən maraqlı, zamanın tələbləri ilə səsləşən, kreativ ideyaları ilə seçilən, tələbələrin dostu, Filologiya Fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru doçent hörmətli Könül Həsənova verir. Hörmətli rektorumuz, çox dəyərli layihə iştirakçıları, Filologiya Fakültəsinin çox dəyərli professor, müəllim heyəti və əziz tələbələr. Mən son olaraq onu demək istəyirəm ki, Təyyar Salamoğlu kimi müəllimlərimizlə fəxr edirik və onun elmi potensialını yüksək qiymətləndiririk. Həm universitetimizin məzunu, həm fakültəmizin dəyərli professoru olmağı bizdə qürur hissi yaradır, Təyyar müəllim. Və biz də belə alimlərimizi həm tanımalı, həm də tanıtmalıyıq, bu bizim borcumuzdur. Və elə bu məqsədlə universitetimizin rektoru, professor Cəfər Cəfərovun öz imzası ilə təsdiq etdiyi fəxri fərmanı icazənizlə sizə təqdim etmək istəyirdim. Amma kiçik bir haşiyə çıxacam. Təyyar müəllim, siz gələnə qədər mən kiçik bir haşiyə çıxacam. Bunu deməsəm özümə bağışlamaram. Təxminən bir 10 gün öncə mən müşahidə xarakterli dərslərimizə, auditoriyalarımıza girməyi planlaşdırdım və keçdim auditoriyaya. Səhv etmirəmsə, tələbənin özü adı yadımda qalmayıb. Mən auditoriyaya girdim və 4-cü kurs tələbələri ilə söhbət aparmaq istədim və sual verdim. Nə planlaşdırırsınız? Gələcək planınız nədir? 1-3-4 ay sonra nə edəcəksiniz? Təbii ki, mənim gözləmək istədiyim cavab başqaydı. Təyyar müəllim, inanın səmimiyyətimə, bəlkə də tələbələr aramızdadır burada. Tələbələriniz
Bir oğlan idi, adını deyərlər yerdən mənə, kömək eləyərlər bu barədə. Durdu və dedi, mən təyyar müəllim olmaq istəyirəm. Təyyar müəllim, bu məqamda, bu anda mən sadəcə bunu deyə bilərəm, məqamınız mübarək olsun. O mikrofona yaxınlaşın. Uyğundur bura. Buyurun Təyyar müəllim. Təbrik edirik sənə. Mikrofonu. Mikrofonu da dərin təşəkkürümü bildirirəm. Ümumiyyətlə, bütün varlığım bugün, bu saatda təşəkkürdən, minnətdarlıq hissindən ibarətdir. Siz buna Qalanları layiqsiniz. özünüz təsəvvür edin. Mən onsuz da çox danışmaq xoşlayan deyiləm, auditoriyadan başqa. Çox sağ olun. Bəli. Bəli, bu layihə sadəcə bir tədbirlər silsiləsi deyil, elmə və alimlərimizə olan borcumuzun bir ifadəsi oldu. Biz birlikdə tariximizə və bugünümüzə işıq saldıq. Hörmətli iştirakçılar, əziz qonaqlar, alimlərimizi tanıyaq və tanıdaq layihəsi çərçivəsində keçirilən başlanğıc tədbirinin uğurla yekunlaşması münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm. İştirakınız üçün minnətdarım.